Bax, necə göy xəzərim ləpələnir, hər səhər sularına nur çilənir. Böyük əzəmətli şəhər, günəşli qüdrətli şəhər, sən şəhərlər gözəlisən Bakı. Ey cavan Bakı, mehriban Bakı. Ötən əsrin əvvəllərində Bakının yaşıl arxitekturasına xüsusi diqqət yetirilsə də, Böyük Vətən müharibəsi dövründə bu məsələ arxa planı keçmişdi. Hətta müharibədən sonraki illərdə Bakı uzun müddət başqa problemlərlə yaşamışdı. Bu səbəbdən yaşıllaşdırma işinə xüsusi diqqət yetirən az idi. Şəhərin köhnə parkları da baxımsızlıq ucbatından saralıb solmuşdu. Müharibənin ağır fəsadlarından sonra salınan kiçik bağçalarsa, böyük şəhərin yaşıllıq problemini həll etmək iqtidarında deyildi. illərdən başlayaraq Bakıda çox böyük, intensiv surətdə yaşıllaşdırma işləri aparılmışdır. 1000 hektarlarla. Rəhmətli akademik Həsən Əliyevin bilavasitə onun iştirakı ilə, onun rəhbərliyi ilə elmi tədqiqat institutları cəlb eləməklə Bakının indiki bəzi o mikrorayon sahələri var. Oralarda böyük ağaçlıq, zeytun ağaçları, sonra eldar şamları oralarda başına 4,2 kvadrat metro yaşıllıq sahəsi düşübdür. 1970-ci ildə bu rəqəm gəlib çatıbdır 2980 hektara. Adam başına isə 6,5 kvadrat metro yaşıllıq sahəsi düşürmüş. Yeni park və bağçaların salınması 70-ci illərin əvvəllərinə təsadüf edirdi. Bakının sözün əsl mənasında yaşıllıqlara bürünməsi dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildə Respublika rəhbərliyinə gələn kimi bu məsələyə xüsusi diqqət yetirməyə başladı. Mənim yadımdadır, Bakı Partiya Komitəsinin konfransı oldu. O konfransda Heydər Əliyev yaşıllığın vacibliyini əsas meyyar kimi ortaya qoydu. Coğrafiya İnstitutunu, Akademiyanın Botanika İnstitutunu, Akademiyanın Torpaqşünaslıq İnstitutunu, Akademiyanın Geologiya İnstitutunu. Bunların hamısının mütəxəssislərini yığaraq bunların qarşısında bir böyük proqrama qoydu ki, və ümumiyyətlə əhalinin qarşısında böyük bir proqrama qoydu ki, hər Bakı sakini 2 dənə ağac əkməlidir. Hər bir insan bir ağac əkərsə, bu bir ildə 2 milyon ağac edir. 1 milyon, yox, o vaxt 1 milyon idi. 1 milyon ağac edir. Və gör, sadə bir aritmetikadır. Həqiqətən də bugün... Soyandı. Hamısı can atırdı yaşıllığa. İnandırım sizi, o xalqlar dostluğuna iməciliyi təşkil edəndə nə qədər ki Bakıda cavan, orta yaşlı, gənc insanlar var idi, vəzifəsindən, peşəsindən, işindən asılı olmayaraq hamısı çıxırdılar iməciləklərə. Bu iməciləklərdə bilirsiniz, nə qədər
bağlar salındı. Onlara mərkəzləşmiş su xəttləri, su kəmərləri çəkildi və bilavasitə o torpaqlarda sulanma gedirdi. 8-ci kilometr qəsəbəsi, Ceyranbatan gölü, Qanlı göl ətrafındakı yaşıl massivlər belə yarandı. Səməd Vurğun, Montin, Nərimanov, Elmlər Akademiyası kimi park və bağlar 70-ci illərdə bilavasitə Heydər Əliyevin rəhbərliyi altında salındı. İndi bu yaşıl zolaqları haqlı olaraq hamı Heydər Əliyevin yadigarı sayır. Aeroport yolunda, təyyarə limanının ətraflarında, sonra Zığ şosiyesi ətrafında. Sonra nə bilim Bayıl o yamacları zadı. Hamısı yaşıllaşmaya başladı. Yasamal aşırımında, sonra Xırdalan tərəfdə şosenin sağında, solunda ağaçların salınması, yaşıllıqların salınması onun xidmətidir. Bu illərdə ümummilli liderimizin təşəbbüsü ilə salınan parklardan biri də Şıxov çimərliyi zonasında yerləşən Xalqlar Dostluğu Parkıdır. Heydər Əliyev bir gün oradan keçəndə o Şıxov çimərliyinin yamacında heç bir bitki ağac olmadığını görüb, sonra gəlib Həsən Əliyevlə, bir də professor İbrahim Səfərovla məsləhətləşib və bu təşəbbüsün nəticəsində 71-ci ildə Xalqlar Dostluğu adına parkın təməlini qoydu. Xəzərin sahilində böyük Artıq Bakının yaşıl örtüyü 16.514 hektar təşkil edirdi və adam başına ancaq o ağaçlar olan sahələri götürsək, adam başına düşürdü 21 kvadrat metro. Arxivlər Bakının yaşıllaşdırılmasında xüsusi xidmətləri olan çoxlu mütəxəssislərin adlarını qoruyub saxlayır. Bu insanlar gözəl bilirdilər ki, yaşıllıq təkcə şəhərin libası deyil, həm də cəmiyyətin sağlam həyat tərzi deməkdir. Onların səyi və əməyi nəticəsində müxtəlif illərdə Bakının iqliminə uyğun yaşıl zonalar salınıb. Bu zonalarda küləyə davamlı eldar şamı, zeytun və palıd ağaclarına üstünlük verilir. Həmin insanların qoyub yetdiyi yaşıl irsə diqqətlə baxanda başa düşürsən ki, bağ salarkən bitki aləminin Bakının yaşıllaşdırılmasında Həsən Əliyevin, İbrahim Səfərovun, Süleyman Süleymanovun, Abdullah Allahverdiyevin, sonra Üzeyir Ağamirov, hansı ki bu botanika bağının da əsas rəhbərlərdən biri olub. Sonra akademik Tutayıq, Validə Tutayıq, Bakıda Botanika İnstitutunun direktoru olmaqla bərabər şəhər yaşıllığında da aktiv iştirak edibdir. Şəhərimizin yaşıllaşdırılmasında bu adamların əməyi tanınmazdır. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Bakının yaşıllaşdırma tarixində yeni bir dönəm başlandı. Bu mərhələ 70-ci illərdə əsası qoyulmuş böyük işin davamı, yaşıl libaslı Bakının daha da yaşıllaşdırılması dövrü idi. Heydər Əliyev başqa sahələrlə yanaşı paytaxtın küçə və meydanlarında, park və bağlarında düşünən liderlər söyləyə bilər. Almağa, onu böyütməyə, onu yaratmağa bilirsiniz nə çətinliklər var. Nə qədər vaxt lazımdır, nə qədər qulluq lazımdır onlara. Onların böyüməsinə, suvarmasına böyük zəhmət tələb eləyir o insanlardan. Amma od vurub yandırmaq heç bir şeydir. Əfsuslar olsun ki, bəzən görürsən yaşıllığa əl qaldıran, balta qaldıran, ağacı kəsən insanlar da var. Onlar bilmirlər ki, əyləşdikləri budağı baltalayırlar. Kəskin küləklər, suyun azlığı, torpağın şoranlığı, qızmar öldürücü günəş, yəni burada yaşıllığa xüsusi münasibət olmalıdır. İndi mən tənqidi demək istəmirəm, yəni ki, bunu
bir ağacı salıb, əkib yəni, bir ağacı əkib böyütmək, bilin, bunu mən bilirəm, həyatımdan keçirtmişəm, bir evladı böyütməyə bərabər şeydir. Çünki Bakıda ağac əkmək çətindir. Xatirinizə salın, vaxtilə Bakıda ağaçlar yox idi. Maksim Gorkinin sözlərini yadınıza salın, əsrin əvvəlində Bakıya gələn. Mayakovskinin sözlərini yadınıza salın. O vaxtlarda, 20-ci illərdə Bakıya gələn ki, Bakıda cəmsi 2-3 dənə mən ağac gördüm. Ancaq biz Bakını yaşıllaşdırdıq. Bəli, küçələri, meydanları, Bakıdan aeroportdan gedən o böyük trassanı, başqa yerləri yaşıllaşdırdıq. O cümlədən həmən Bakıxanov qəsəbəsini, o cümlədən Patandar qəsəbəsini, xalqlar dostluğu, orada böyük parkı, o ağaçları nə qədər əziyyətlə saldıq. Biz subbotniklər keçirdirdik, iməcillər keçirdirdik. İnsanlar gedib o ağaçları əkirdi və təhkim etmişdi, gedib həftədə bir dəfə, 2 dəfə onları suvarsınlar, böyütsünlər. Bu Bakı üçündür, bu xalq üçündür, bu bizim təbiətimiz üçündür, bu insanların yaşayışı üçündür, bu Bakının iqlimi üçündür. Bəs o ağaçları kəsib, onları baqqalxanaya keçirdənlər, onlar bu vətəndaş, bu ölkəyə xəyanət etməyiblərmi? Ancaq o kəsilən ağaçları indi bərpa etmək çətindir. Onlar hesab eləyin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq ədalət məhkəməsi qarşısında cavab versinlər. Orada gəlib o baqqal dükanları salanlar, orada gəlib özlərinə xüsusi mülklər salanlar, onların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır. Yaşıllıqlar yer kürəsində yeganə oksigen mənbəyidir. Hər il təqribən 300 milyard ton zərərli karbon qazı fotosintez prosesində bitkilər tərəfindən udulur. Havaya isə 200 milyard ton oksigen buraxılır. Deməli, hərəmiz 1-2 ağac, 500 kol əkməklə, planetimizin yaşıl örtüyünü bircə qarış genişləndirməklə öz ömrümüzü uzadıb, gələcək nəsillərin də sağlam və xoşbəxt yaşaması üçün zəmin yarada bilərik. Sen hayatım, kolum kanadım, şöhretim adım, Azerbaycan. Sen hayatım, kolum kanadım, şöhretim adım, Azerbaycan. Sen gözümün ışığı, sen mavi Xəzər, güneşle bir uyanırsan seher. Güzel Bakı, göz bebeğim, paytaxtım sen. Öz zəfərim, öz şəhərim, öz bəxtim sen. Güzel Bakı, göz bebeğim, paytaxtım sen. Öz zəfərim, öz şəhərim, öz bəxtim sen. Sen hayatım, kolum kanadım, şöhretim adım, Azerbaycan. Sen hayatım, kolum kanadım,